Mən çox təəssüf edirəm ki də, biz insanlar qidalanmağı bilmirik. Bunun nəticəsində biz ağır xəstəliklərə gəlib düçar oluruq. Bax, biz çox çətin günlər yaşadıq. Bizim bu çıxışlarımız ona görədir ki, insanlar bir nəticəyə gəlsinlər, bir ibrət çıxarsınlar bizdən. Bax, yadıma gəlir ki, xəstəliyimin kəskin dövrü var idi. Bəli. O həkim, bu həkim, girinc-giriftar olmuşdu. Çıxılmaz yoldaydı o da. Çıxılmaz Biz vəziyyətdə tünelə düşmüşdük, oradan biz qalmışdıq. Bax, o elə bir fırana biz Neyniyək? çıxar yol axtarırdıq. Yəni biz bir yol tapdıq, biz insanlara çatdırırıq ki, sağlam həyat tərzi başqa bir şeydir. Bəli. İndi biz xoşbəxtlik ki, biz özümüzü sağaldırıq. Bax, mədə-bağırsaq sistemindən illərlə əziyyət çəkirdim. Yada gəlir, 5 il. dərman atırdım, o nə bilim nə, hansı dərmanlar. Evet. Nə qədər Heç vaxtda də kömək sağaldı? eləmirdi. Heç 10 gün çəkmədi. 10 gün çəkmədi, dazotu yağı ilə Bir də sağaldı. düzgün qidalanmalar. Əsas da düzgün qidalanma. Düzgün qidalanma. Mən isə çaytiyan yağı ilə sağaldım. Bilirsiniz, bədən fərqlidir. Məsələn, məndə dazotu yağı elə də fayda vermədi. Mənə çaytiyan yağı Amma gözə mənə təsir də etdi. yadıma gəlir, çay tikanı deyirdim ki, Hə. mən içirəm, mənə təsir Hə, ona edir. təsir eləmədi, amma mənə çox gözəl təsir. Bədən fərqlidir. Məsələn, çaytiyan yağından mədə-bağırsaq sisteminə görə istifadə edib sağalır. Sağaltmır kesin dazotu yağını, sağaltmır kesin qastasyon yağına. Məsələn, bax səndə o yada gəlib boğulma zad olur, bir ürək Allergi, döyüntüsü hə, olur. allergiyam var idi, güclü allergiyadan da 11 Allergiyanı demək südlə 11 il. O süd otindi olan. Sonra o yada gəlir səndə də tənbəl zob çıxdı. Hə. Bax, o da düzəltdik, otindi falan bir dənə qarşımı düzəltdik, içdik. O da düşdü qaydasına. Məndə də var. Yəni mən hələ də içirəm otindini. Otindi bir nemətdir. Dişim belə şişmişdi, antibiotik içdim. Həkim yazmışdı, müəyyən də miqdarda ki, bunu içməlisən. Mənə o allergiya verdi təzədən. Yenidən keçdim mən otindiyəm, amma mən o dərmanı içmədim. Görürsüz, yəni bizim insanlara deməyimiz odur ki, bunu çatdırırıq ki, vallah dərmansız yaşamaq olur, həkimsiz yaşamaq olur. içməyin. Yəni bu Allah verən ömrü qədəri siz sağlam yaşaya bilərsiniz. Sizin öz əlinizdədir. Necə ki biz indi elə yaşayırıq. Heç görürsən mən bir dənə dərman atıram. Xeyr. Olur insanam mən də, ağrım da olur, acım da olur, aclıq eləyirəm, düzgün qidalanıram və bəzi bitkilər var, dəmlik içirik, düşür hamısı qaydasına Allahın izni ilə. Dişim mən şişdi deyə mən içdim ha, yəni ikimiz də bir yerdə getdik çəkdirdik. Məndə iltihab var idi, içdim. O içməklə adamın mədəsini çox özümü pis Bir edirdim. dənə dərman atıb, mən də dişimi çəkdirdim, gəldim, nə ağrıyırdı. Mən dözdüm, dedim atmayacağam dərmanı. Atmadım da dərmanı. Nəysə. Yəni biz buradan xalqımıza səslənirik ki, vallah biz bilmirdik. Başımız çıxmırdı ilk öncələrdə. Biz necə sağala bilərik? Amma sağalmağın yollarını biz kəşf elədik. Mən bu dəqiqə xoşbəxtəm ki, vallah deyirəm ki, yəni evimizdə, ailəmizdə bir problem olanda biz özümüzü sağaldırıq. Biz harası getmirik. Xeyr, biz heç İndi bir dişli falan da o heç də. Başımız ağrıdı, burnumuza otindi tökürük. Baş ağrıdı, otindi tökürük. Məsələn, mədə-bağırsaq sistemində problem var idi, aradan qaldırdıq, getdi. Məsələn, məndə babasil də var idi, qaraciyərimdə pis vəziyyətdə idi. Böyrəkləri daş. Böyrək yada gəlib pristup vermədən bezirdi. Əti, mal əti yeməkdən böyrək daş yığırdı. İnsan nə qədər mal İndi maşallah gül kimi. İndi yeyirsən, məsələn, ətlə kartoşka birlikdə. Bir neçə qidanı birlikdə yeyirsən. Niyə yemirsən? Bir çox qida yeyirəm. Bu niyə yemirsən də? Niyə yeyim ki, mən indi sağlamam, xoşbəxtəm. Sənə yeyirdin əvvəl, sənə nə pis, orada sənə nə fəsad verirdi ki, indi onları dəyişdirsən. Görürsən, mədəmi elə pis günə qoymuşdum. Mədəm stroydan çıxmışdı. Bax, normal şəkildə bayra gedirik. Normal şəkildə. İnsanlar var ki, 2 gün, 3 gün normal işləyir, bayra beyin gedən işləyir. 10 gün mən insan var ki, zəng eləyib deyir ki, mən bayra gedə bilmirəm. Bu gün mənə biri yazıb ki, bir həftəyə, yəni bir həftə nə deməkdir? Mən indi ona bitkilər verəcəm, inşallah düzələcək. Bax, görürsüz gözəl. Əziyyət çəkənlər, qəbizlikdən də Vallahi əziyyət çəkənlər. o ağır xəstəliyə düçar olanda, bax, gəzirsən, bilmirsən hara gedəsən. Qidaları düzəltmək lazım. Mən onkoloji xəstəlik məndə o vaxt olanda, təsəvvür edin ki, bir dənə dişimdə problem olanda hansısa bir diş həkimə gedirdim, sırası deyir, yox, mənlik deyir, qorxusundan. Bilmirsən dərdi kimə deyəsən. Elə göndərirdir, ged onkologiya. 2 dənə mən antibiotik içdim. İnanın Allaha, elə bilirdim ki, bədənimdə bir dənə yad bir nəsə mənim mədəmi ağrıtdı da, o qədər bədənimiz bizim öyrəşib ki. Bu bədən istəmir onu. İstəmir valla. Görmürsünüz, insanın qoluna iynə taxanda nəsə qan götürəndə. Çox mən pis oldum, çox. İnsan belə diskinmək kimi olur. İstəmir bədən onu. Bizim Rəbbimiz bu bədəni ona görə yaratmır.
Biz sağlam qidalanmalıyıq, sağlam olmalıyıq. Valla bu nəfsimizə bir dənə biz hakim olsa, xəstəliklərdən biz uzaq olacağıq. Bəli. Bax, ilk öncə şirniyyatlar bizim orqanizmə verdiyi kimi zərbəni heç nə vermir. Bu abur-cuburlardır, kalpasadır, saskadır, ağ çörəkdir. Çörəyi əvvəllər mən nə qədər yeyirdim, ilahi. Nə qədər insan Evdə çörəyi yeyir. çörəyimiz olmuyor, ev psixoloji adamlar. İndi biz Dava eləyirdim. 2 çörək dənə, yox- 3 dənə, yoxdur. 4 dənə çörək al Biz gəl. neçə gündür səhər yeməyi yemirik. Çünki çörək şəhərə gedəndə yağla yeyirik, olmayanda onu yemirik biz. Yoxdur, çörək yoxdur, biz üçün bir adi haldır. Valla mən çox təəssüf edirəm ki, insanlar düzdür gördükcə yavaş-yavaş insanlar gəlir sağlam qidalanmaya. Məsələn üçün mənə başa salan olmamışdı ya, bu 36 yaşıma ki, yəni qidalanmaq belə olmalıdır, yatmaq belə olmalıdır. Sən yürüyüş eləməlisən, qan damar sistemini düzəltmək üçün, sən isti soyuq su terapiyası eləməlisən. Sən qidaları qarışıq yeyə bilməzsən. Əsas bax budur. İnsanlar var ki, mənə deyir ki, mən 30 ildir mən mədəmi sağalda bilmirəm. Necə sən mədəni sağalda bilmirsən? Burada nə var axı? Qidaları bir dənə düzəlt. Sonra bəzi vasitələrdə, çayda, bitkilərdə istifadə edirsən, sağalır. Bir həftədə bir dəfə az qalsan, lap gözəl sağalacaq. İnsanlar var ki, şəkər xəstəliyinə görə ömürlük dərman atır. Nə bilim, insulin vurur, nə vurur? Zob xəstələri var. Sual verirəm buradan sizə. Heç özünüz sual verirsiniz ki, mən bu dərmanı hara qədər atacağam? Və sizin mədə-bağırsaq sisteminiz, böyrəkləriniz, qaraciyəriniz, hamısı sıradan çıxır, xəbəriniz var. Bax, indi yorumlarda gözləyirəm. İnsanlar illərdir dərman atan insanlar, mədəsindən hamısı fəryad edir ki, mən mədən ağrısından ölürəm. Görürsünüz. Ona görə də buradan xalqıma səslənirəm. Biz bu ayımları, bu videoları çəkib ona görə qoyuruq ki, insanlar görsün və bir nəticə çıxasın, bu şeylərə əməl eləsinlər. Həli. Şiddətlə sizə tövsiyə eləyirəm. Gündə 1 saat yarım yürüyüş edin. Evdə fırlanıram, ayaq üstəyəm. Xeyr, yox. Yürüyüş eləməlisiniz. Qidaları qəti sürətdə qarışdırmaq olmaz. Yatmaq rejiminə diqqət eləyin. İsti soyuq su terapiyası eləyin. Bədənə bütün mineralları, vitaminləri verin. Özünüz görəcəksiniz. Günü-gündən gözəlləşəcəksiniz, cavanlaşacaqsınız və Allah verən ömrü qədəri sağlam yaşayacaqsınız Allahın izni ilə. Çox sağ olun, minnətdarıq.